Salam. Buraxılış imtahanına kömək rubrikasında yenə video izahlara başlayırıq. 9-cu sinifin buraxılış imtahanlarına yaxınlaşır, imtahan ərəfəsidir. Ona görə bəzi məqamlara diqqəti cəlb edəcəyik bu izahlarda. İlk olaraq ən çox qarışdırılan bir məsələyə baxırıq. Tabeli mürəkkəb cümlədə budaq cümlənin bağlanma vasitələrindən biri kimi bağlayıcı və bağlayıcı söz anlayışının qarışdırılması. Bununla əlaqəli bəzi izahları diqqətinizə çatdırıram. Budaq cümlələr deməli baş cümləyə 4 yolla bağlanır. Əvvəlki izahlarda da bu deyilib, indi burada daha konkret şəkildə ancaq bundan danışacağıq. Birincisi tabellik bağlayıcıları ilə, ikinci bağlayıcı sözlərlə, üçüncü sa şəkilçisi vasitəsilə, bəzən də m ədatı ilə və dördüncü yol isə intonasiya ilə. Burada dolaşıqlıq yaradan bağlayıcı və bağlayıcı söz anlayışlarıdır. Bununla bağlı deməli bəzi nümunələrin üzərində konkret olaraq baxaq. Ki bilirik ki, tabellik bağlayıcısıdır və ki bağlayıcısı həmişə iki cümlənin arasında işlənir və ondan sonra vergül qoyulur. Yəni kinin amonimliyi var, ədat ola bilər, köməkçi bağlayıcı ola bilər, eləcə də şəkilçi ola bilər və ki bağlayıcı olmaq üçün sözdən ayrı yazılmalıdır və ondan sonra vergül qoyulmalıdır. Yəni əgər vergül qoyulubsa test tapşırığında artıq burada onun bağlayıcı kimi digər araşdırmasına ehtiyac yoxdur. Vergül elə onun göstəricisidir. Yəni artıq sizə mesajdır ki, bu bağlayıcıdır. Və harda işlənməlidir? Ortada. İki cümləni. Çünki tabellik bağlayıcıları ancaq cümlələri bağlayır. Onlar deməli sözlərin arasında işlənmir. Kinin işlənmə yeri iki cümlənin arasıdır. Və kiyə qədər ki əgər cümlədir və o iki cümlənin arasındadır, ondan sonra da vergül var. Bu artıq göstərir ki, bu ki bağlayıcıdır. Bir də var, bağlayıcı sözlərin tərkibindəki ki, məsələn, elə ki, o zaman ki, o vaxt ki və s. Bu ki bağlayıcı deyil. Yəni, ən qarışdırılan məqam budur ki, bu kiyə bəzən bağlayıcı kimi baxılır və bağlanma vasitəsi soruşulanda cavab bağlayıcı seçilir və yaxud tabellik bağlayıcı seçilir. Bağlayıcı sözlərin tərkibində işlənən ki ədatdır, amma burada o ayrıca bağlanma vasitəsi deyil. Özündən əvvəlki sözlərlə birlikdə deməli budaq cümlələri bağlanma vasitəsi kimi çıxış edir və bu zaman onlarda heç vaxt vergül ola bilməz və heç vaxt da cümlənin arasında işlənməyəcək. Bu məqamlara diqqətli olmaqla bunları asanlıqla araşdırmaq olar. Birinci nümunəyə baxaq. Elə çiçəklər var ki, gec solur. Birinci biz cümlələrin sərhədini müəyyənləşdiririk, yəni tərkib hissələr, hansı tərkib hissələrdən ibarətdir. Birinci tərkib hissə, elə çiçəklər var, bu bir. İkinci cümlə, gec solur. Və baxırıq ki, harada işləndi? Ki, iki cümlənin arasında işlənib və ondan sonra da vergül var. Deməli, iki cümlənin arasındakı ki bağlayıcıdır. Bu cümlənin bağlanma vasitəsi oldu bağlayıcı. Və ki ilə bağlanıbsa, onda biz baxırıq sual hansı cümlədən çıxır. Elə çiçəklər var ki, necə çiçəklər? Elənin burada izaha ehtiyacı var və bunu izah edəcək ikinci cümlə. Gec solmayan, yəni gec solmayan çiçəklər var. İkinci cümlə deməli olacaq budaq cümlə. Və bu cümlədə sıxım, deməli birinci baş cümlə, sonra isə budaq cümlə işləndi. Bağlanma vasitəsi isə bağlayıcı. İkinci nümunəyə baxırıq. Elə ki, hamı gəldi, məclis başlandı. Yenə cümlənin sərhədini müəyyənləşdiririk. Elə ki, hamı gəldi, bu birinci cümlə. Məclis başlandı, bu da ikinci cümlə. İki cümlənin arasında ki yoxdur. Baxırıq ki, haradadır? Ki cümlənin əvvəlində. Və elə sözü ilə birlikdə işlənib. Və burada artıq ki bağlanma vasitəsi kimi bağlayıcı deyil. O, elə ki, elə işarə əvəzi ilə işlənərək bağlayıcı söz funksiyasını daşıyır. Və elə ki, ikisi bir yerdə oldu bağlayıcı söz. Deməli, bu cümlənin bağlanma vasitəsi bağlayıcı sözdür. Bu cümlənin təhlilinə baxırıq.
Elə ki, hamı gəldi, bu cümlədən heç bir sual çıxmır və həm də biz artıq demişik ki, bağlanma vasitəsinə görə budaq cümlənin yerini müəyyənləşdirən video izahlarda aydın şəkildə izah eləmişik ki, əgər cümlə bağlayıcı sözlə bağlanıbsa, orada istisnasız olaraq həmişə birinci cümlə budaq cümlə olur, ikinci cümlə baş cümlə olur. Yəni, yalnız bu hökmə əsasən də biz sxemi müəyyən edə bilərik, amma aydın başa düşmək üçün izahla da edə bilərik. Birinci cümlədən sual çıxmır, elə ki, hamı gəldi. Heç bir sual çıxmadı. İkinci cümləyə baxırıq. Məclis başlandı. Nə vaxt? Hamı gələndə. Deməli, burada artıq budaq cümlə birincidir və ikinci cümlədə olmayan buraxılmış zaman zərfliyini əvəz edir. Ona görə bu cümlənin sxemi olacaq budaq cümlə, sonra baş cümlə. Bağlanma vasitəsi olacaq bağlayıcı söz. Deməli, bu iki-kinin işlənməsinə diqqətli oluruq. İki cümlənin arasında vergüllə işlənib bağlayıcıdır, aydınlaşdırma bağlayıcısıdır. Amma əvəzliklərlə işlənibsə, əvəzliklərin yanında və yaxud sual sözlərinin yanında, sual əvəzi, necədir, şər əvəzinin yanında işlənibsə, onlarla birlikdə və vergül yoxdursa, deməli, bu artıq bağlayıcı deyil. O, deməli, ədat olaraq bağlayıcı sözün tərkibində iştirak edib və cümlənin bağlanma vasitəsi də olur, deməli, bağlayıcı söz. Burada bir şeyə də diqqətli olmaq lazımdır. Əgər ki bağlayıcıdırsa, orada budaq baş cümlənin yeri müəyyənləşməlidir. Çünki bilirik ki, ki bağlayıcı ilə bağlanan zaman budaq cümlələri birinci gəlir. Ona görə orada mütləq digər araşdırma aparmaq lazımdır baş və budaq cümlənin yerini müəyyən eləmək üçün. Amma elə ki, bağlayıcı sözdürsə, artıq burada heç bir araşdırmaya ehtiyac yoxdur. Yəni, bağlayıcı sözdürsə, deməli, budaq cümlə birincidir.